Sabahınız xeyir dəyərli izləyicilər. Şəhərin ən premium təmirlərindən birindən və ən premium binalarından birindən salamlayırıq sizi. Quş Parkının yanında Malibu Rezidence'də 12-ci mərtəbədə 120 kvadrat ölçülü lüks modern üslubda təmir, dizayn və tam əşya texnika ilə doldurulmuş lüks bir mənzil təqdim edəcəm. Xol hissədə hal-hazırda olduqca hər bir xırda detalına qədər mənzildə təmirinə önəm verilib, olduqca gözəl görüntülər çıxarılıb ortaya. Giriş qapımızı görməkdəsiz. Giriş qapısından solda belə bir dresuar, ayaqqabılıq və açarlıqdan istifadə edilib. Olduqca gözəl yaraşır bura. Giriş qapısından solda mənzilin ümumi sanuzeli yerləşir. Üzbəüz geniş bir qardirob və camaşırxana otağı var. Daha sonra burada mənzilin qonaq otağı, daha sonra mətbəx, uşaq yataq otağı və master bedroom yerləşir. Əsas yataq otağı ayrıca olaraq daxilində sanuzellə. Mənzildə təmir zamanı olduqca keyfiyyətli və brend firmalardan istifadə edilib. Xolun sol divarı birbaşa travertin və orsiaklı kant işləmələrlə əla bəzədilib. Gözəl görüntü yaradılıb xol hissədə. İlk öncə başlayaq qonaq otağından. Mənzilin bütün otaqları birbaşa olaraq lüks modern üslubda tərtib edilib və əşyalar da buna uyğun brend firmalardan seçilib. Geniş vitraj pəncərə ilə əhatələnib qonaq otağı və 6 nəfərli bir yemək masası yerləşdirilib bura. Hər iki tərəfdən açılır vəziyyətdədir. Üzəri qranitdir, mərmər teksturadır və 12 nəfərə çıxara bilirsiniz bu yemək masasını. Belə bir dekorativ güzgü, bütün otaqlarda kondisionerlər multisistemlə quraşdırılıb. Döşəmədə əla növ bambuk parketdən istifadə edilib. Belə bir böyük ölçülü yumuşaq mebel dəstəyi yerləşdirilib. Gördüyünüz kimi və yumuşaq mebelin arxası fresko 3D fresko ilə və sağ və sol hissələr isə membran ağac teksturu ilə əla tərtib edilib. Əlavə olaraq qonaq otağında nəhəng bir TV stand var, onu da təqdim edeyim sizə. Olduqca gözəl tərtib edilib bu TV standdə. Ölçüsü də böyükdür, görüntü də idealdır və LG markalı bir TV yerləşdirilib. İndi isə keçək mətbəxə. Həqiqətən mənzilin hər otağında ayrı gözəllik var. Mətbəxdə də bunun şahidi olacaqsınız. Baxın, gözəlliyini, əmr uzunluq nisbətinin ideallığını görürsünüz. Rəng tonlarının bir-birinə uyumunu pərdədə və belə bir mebel kaplamada, mebel divar panellərində də görürsünüz. Əla yaşıllıq, güzgü, bura işıqlandırmalar, yenə LG markalı TV və belə bir mərmər masa 4 nəfərlik, hansı ki bunu orta istiqamətə çəkdikdə 6 nəfərlik kimi də rahat istifadə edə biləcəksiniz və belə bir gözəl mətbəx mebeli. Membran və boya panellər, Samsung markalı süpürücü, Samsung markalı mikrovalovka soba və İtaliya istehsalı qaz və aspiratordan istifadə edilib və qabyanın yerləşimi də burada nəzərə alınıb. Boş markalı da qabyan yerləşdirilib gördüyünüz kimi. İkili moyka, üzəri və sinəliyi qara mərmərlə işlənib. Əla görüntüsü var mətbəxin. Elektrik sistemləri Panasonic'dir. Yenə burada da kondisioner, tavan işıqlanmada Lustur, spot və gizli işıqlardan əla tərtib edilib işlənib. Mənzildə aboylardan istifadə olunmayıb, yalnız dekorativ boya növləri olan məxməri, travertin və qumlu boyalardan istifadə edilib. Uşaq otağını təqdim edeyim sizə. Bütün otaqlarda tam olaraq əşya planlaması ideal şəkildə həyata keçirilib və olduqca da gözəl tərtib edilib hamısı. Belə bir ikili uşaq yatağı yerləşdirilib, arxa hissələri qubqa, paskalı güzgülərlə əla bəzədilib. Bir daha qeyd edirəm, mənzildə hər xırda detala önəm verilib və hər şey düşünülüb, yerləşdirilib. Bu otağın gömmə qardirobu bu istiqamətdən, əlavə olaraq saxlanış yerləri yenə kitablıq və saxlanış yeri kimi tərtib edilib. Bu rigerin sağ istiqaməti, kondisioner yerləşimi sol yuxarı küncdən və bu otağa uyğun ikili uşağın istifadə edə biləcəyinə uyğun ikili bir yazı masası və yaxud da make-up kimi istifadə etməkdən ötürü belə bir qumlu gizli işıqlı güzgü ilə əla tərtib edilib. Burada üst hissəsi kitablıq və sol hissə yazı masası, bu hissə isə make-up kimi rahat istifadə edə bilərsiniz. Bütün otaqlarda vitraj pəncərə ilə əhatələnib. Bütün otaqlar
və lodja tipli balkonları var qarşısında. İndi isə əsas yataq otağının master bedroomunu təqdim edeyim sizə. Mənzildə bir daha qeyd edirəm, dekorativ boya növlərindən məxməri, qumlu teksturalardan əla işlənib divarlar, yəni divar kağızı deyil, adi boyalar deyil bunlar. Belə bir böyük ölçülü yataq dəsti. Gördüyünüz kimi 2 nəfərlik tumbaların üzəri üstüra uyğun işıqlandırmalarla əla tandem təşkil edilib. Yatağın üzəri birbaşa Venesianka növü olan mərmər teksturu ilə işlənib və tumbaların üzəri membran üzləmələrdir və yataqdan sonra, tumbadan sonra belə bir böyük ölçülü qardirob mebeli qarşılayır bizi. Orta hissə 4 qapı ilə əhatələnib bu qardirob və paltar mexanizmlərinə qədər hər şey quraşdırılıb. Yenə bu otaqda da lodja tipli balkon var və vitraj pəncərədir, bir daha qeyd edirəm bütün otaqlarda. Və bu otağın make-up hissəsi sağ və sol hissələrdə burada saxlanış yerləridir. Gizli işıqla əla bəzədilib və gizli işıqlı güzgü, kondisioner yerləşimi buradan edilib. Make-up'ın özü və pufikinə qədər hər şey yerləşdirilib və tivatlığına qədər hər şey tam oturdulub otaqda. İndi isə bu otağın sanuzelini təqdim edeyim sizə. Mat tekstural qranitlərdən istifadə edilib. Tavanda orsiklo led işıqlanmadan künc bir duş kabin, mərmər üzlüklü moydadır. Arxa hissəsi də fərqli tonda qranitlə əla dekor edilib. Və indi mənzilin xol hissəsində yerləşən ümumi sanuzelini təqdim edeyim. Bura daha geniş ölçülü sanuzeldir. Belə bir geniş ölçülü duş kabin, divar içi duş aksesuarları istifadə edilib. Böyük ölçülü təxminən 1.20-lik bir moydadır yerləşdirilib. Gizli işıqlı güzgüsü ilə, unitaz yerləşimi isə, suşulka yerləşimi isə sol istiqamətdən edilib. Üst hissələr yenə inşaat və gizli işıqla əla bəzədilib. Və son olaraq mənzilin camaşır otağında, qardirob otağında təqdim edirəm sizə. Komandor şüşə ilə ayrılır xol hissədən, hər iki tərəfdən açıla bilir, daxil ola bilirsə hər iki tərəfdən. Və burada da böyük ölçülü, iri həcmli şkaflar tərtib edilib, hamısı nəzərə alınıb. Paltarların yerləşimi və paltaryanın yerləşimi bu istiqamətdə LG markalı bir 8 kiloqramlıq paltaryan və kargo yerləşiminə qədər hər şey nəzərə alınıb, düşünülüb və həyata keçirilib, üzəri mərmərlə işlənib, tavana qədər isə saxlanış yerləri ilə gözəl bəzədilib. Belə mənzili demək olar ki, tam olaraq təqdim eləməyə çalışdım sizə. Şəhərin mərkəz hissəsi, Targovaya yaxın məsafə, 28 may metrosuna yaxın məsafə, piyada məsafə, Nizam metrosuna piyada məsafədə, Qış Parkının yanı, şəhərindən premium layihələrindən olan Malibu Residence-də 12-ci mərtəbədə 120 kvadrat ölçülü, tam 3 otaqlı və tam əşyalı texnikalı bir mənzil təqdim edildik bugün sizə. Mənzilimiz eksklüziv olaraq bizim kanaldan izləyirsiniz və satışı da bizə aiddir və start olaraq mənzilimizə təyin edilən qiymət tam əşyalı və texnikalı 498.000 manatdır. Kifayət qədər real bazar dəyərinə uyğun qiymət təyin edilib mənzilə və yenə də indirim nəzərdə tutulur müştərilərə. Mənzil haqqında bizdən bu qədər. Biz izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklamlar.